Və son hadisələr fonunda Qarabağdakı separatçı rejim daxilində vəziyyət biraz da gərginləşib. Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərə ərzaq yardımı göndərməsi separatçıları xeyli təşvişə salıb. Ötən gecə keçirdikləri qapalı iclasda separatçıların lideri Aray Karutunyan çörək çatışmazlığının yaxın vaxtda həll olunacağını bildirib. Xankəndində keçirilən iclasda separatçıların hazırki başçısı Aray Karutunyanla yanaşı, keçmiş liderlər Arkadi Qoqasyan, Bako Saakyan, eləcə də Samvel Babayan iştirak edib. Olduqca gərgin keçən dırnaqarası parlament iclasında Karutunyan bir sıra etiraflar edib. O, Ağdam-Xankəndi yolunun yeni reallıq olduğunu və gec-tez bununla barışmaq məcburiyyətində qalacaqlarını bildirib. Separatçıların lideri çörək çatışmazlığının yaxın günlərdə öz həllini tapacağını da deyib. Səhərədək davam edən iclasın bitməsini bir qrup kütlə qondarma parlamentin binası önünə toplaşaraq gözləyib. Onlar Azərbaycan bayrağını təhqir edən 3 gəncin saxlanması, eləcə də humanitar təminat məsələsi barədə qondarma rejimdən açıqlama tələb ediblər. Narazı kütlə qarşısında çıxış edən Aray Karutunyan saxlanılan gənclərlə bağlı şad xəbərinin olduğunu və bunu valideynlərinə çatdıracağını bildirib. Yaranmış vəziyyət haqqında danışan Karutunyan bu məsələdə tək olduqlarını, dostsuz və dəstəksiz qaldıqlarını qeyd edib. O ki qaldı bəzi şəxslərin Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə ictimaiyyətin geniş müraciəti olarsa getmək istəyənlərə dəhliz açılacaq, deyə separatçıların lideri deyib. Qondarma rejimin başçısı hətta yaxın günlərdə istefa verə biləcəyini də istisna etməyib. Bu arada Ermənistanın hərbi eksperti Hayk Nahbetyan ötən gün Laçın sərhəd buraxılış məntəqəsində erməni futbolçuların saxlanılmasına münasibət bildirib. Nahbetyan Xocalı rayonundan olan gənclərin Azərbaycan bayrağını təhqir edərək video yaydığını xatırladaraq, bu dövlət rəmzinin təhqir olunmasıdır və istənilən ölkədə cinayət sayılır deyib. Rüstəm Mikayəzadə, Nigar Etibar, ASTV Xəbər.